Salam, dəyərli dinləyicilər. 13 iyul tarixi üçün ulduzların sizə nə vəd etdiyini öyrənməyə hazırsınız. Elə isə başlayaq. Qoç. Bugün enerjiniz sanki aşıb daşır. Nə yalan deyim, bəzən bu qədər enerjini hara xərcləyəcəyinizi özünüz də bilmirsiniz. Amma diqqətli olun, tələskənliyiniz sizə kiçik xətalar bahasına başa gələ bilər. İş həyatınızda və ya şəxsi münasibətlərdə mühüm bir addım atmaq üzrəsiniz. Gözünüzü dörd açın, çünki qarşınıza çıxan fürsətlər elə də tez-tez ələ düşən deyil. Günün sonuna doğru isə bir qədər dincəlməyə vaxt ayırın. Özünüzə isti bir çay süzün, sevdiyiniz bir musiqiyə qulaq asın. Çünki sabahın yeni uğurları üçün sizə həm də sakitlik lazımdır. Buğa. Günə biraz düşüncəli, hətta bir qədər də tərəddüdlə başlaya bilərsiniz. Görəsən, hər şey yoluna düşəcəkmi, deyə öz-özünüzə sual verirsinizsə, arxayın olun. Ulduzlar məhz sizin tərəfinizdədir. Xüsusilə də maddi məsələlərdə gözləmədiyiniz yerdən sevindirici bir xəbər ala bilərsiniz. Uzun zamandır üzərində çalışdığınız işlərin bəhrəsini görmək vaxtı yetişib. Amma ehtiyatı da əldən verməyin, pul xərcləyərkən büdcənizi bir daha nəzərdən keçirin. Axşama doğru sevdiyiniz bir insanla edəcəyiniz səmimi söhbət bütün yorğunluğunuzu alıb aparacaq. Bir sözlə, günün dadını çıxarmağa çalışın. Əkizlər. Həmişəki kimi yenə də yerinizdə dura bilmirsiniz, hərəkət və ünsiyyət bugün də sizin ayrılmaz parçanızdır. Fikirləriniz o qədər sürətlə dəyişir ki, bəzən ətrafınızdakılar sizə ayaq uydurmaqda çətinlik çəkirlər. 13 iyulda gözlənilməz görüşlər və maraqlı təkliflər qapınızı döyə bilər. Ağlınıza gələn yaradıcı ideyaları mütləq bir kənara qeyd edin, yaxın gələcəkdə çox işinizə yarayacaq. Şəxsi həyatınızda isə biraz daha anlayışlı olmağınız tövsiyə edilir. Qarşı tərəfi sadəcə dinləmək belə aranızdakı buzları əritməyə bəs edəcək. Üzünüzdən təbəssüm əskik olmasın. Xərçəng. Bugün duyğularınız hər zamankından daha qabarıq ola bilər. Sanki bütün dünyanın yükünü çiyinlərinizdə daşıyırsınız kimi hiss edirsiniz, amma narahat olmayın. İçinizdəki o kövrək insanı bir qədər kənara qoyub, gücünüzü toplamaq zamanıdır. Ailənizlə və ya çox yaxın dostlarınızla vaxt keçirmək sizə inanılmaz bir hüzur verəcək. İş yerində kimsə haqqınıza girməyə çalışarsa, dik durun və sözünüzü deməkdən çəkinməyin. Günün ikinci yarısında alacağınız bir zəng isə əhvalınızı tamamilə dəyişəcək. Özünüzə dəyər verməyi unutmayın, çünki siz buna layiqsiniz. Şir. Səhnə yenə də sizindir. Ətrafınızdakıların diqqətini cəlb etmək, parıldamaq bugün də sizin üçün heç bir çətinlik yaratmayacaq. Özünüzə olan inamınız bəzi qapalı qapıları belə asanlıqla aça bilər. Rəhbərliklə və ya iş yoldaşlarınızla aranızda yaranan hər hansı bir anlaşılmazlıq varsa, məhz bugün həllini tapacaq. Lakin qürurunuzu bəzən bir kənara qoymağı bacarmalısınız. Həyatınızdakı özəl insana kiçik bir sürpriz etmək aranızdakı bağı daha da gücləndirəcək. Enerjinizi doğru istiqamətə yönəltsəniz, bugünkü nailiyyətləriniz uzun müddət dildən dilə dolaşacaq. Qız. Hər xırda detala fikir verməkdən yorulmadınızmı? Bugün ulduzlar sizə məsləhət görür ki, hər şeyi axarına buraxasınız. Bəzən mükəmməl olmamaq da özlüyündə bir gözəllikdir. İş planlarınızda bəzi ləngimələr ola bilər, amma ruhdan düşməyin. Bu gecikmələr əslində sizi daha böyük səhvlərdən qoruyur. Sağlamlığınıza mütləq diqqət edin, xüsusən də qida rasionunuzu gözdən keçirmək pis olmazdı. Axşam saatlarında sevdiyiniz bir kitabı oxumaq və ya sakit bir yürüyüşə çıxmaq beyninizi təmizləyəcək. Həyatı biraz da rahat yaşamağa çalışın. Tərəzi. Gözəllik, harmoniya və balans. Bugün bu üç söz həyatınızın əsas qayəsi olacaq. Özünüzə vaxt ayırmaq, xarici görünüşünüzdə kiçik dəyişikliklər etmək istəyə bilərsiniz. İçinizdən gələn bu səsi mütləq dinləyin. Münasibətlərdə harmoniya yaratmaq bacarığınız bugün köməyinizə çatacaq, xüsusən də iki yaxın dostunuz arasında vasitəçi olmaq məcburiyyətində qalsanız. Maliyyə məsələlərində ehtiyatlı addımlar atmağınız xeyrinizədir. Həyatınızda hər şeyi bir anda həll etməyə çalışmayın. Tərəziləri bərabərləşdirmək üçün sadəcə biraz səbirli olmaq kifayətdir. Əqrəb.
Sir küpü kimisiniz, amma bugün bəzi hisslərinizi gizlətmək heç də asan olmayacaq. İçinizdəki coşqunluq üzünüzə vuracaq. Həm işdə, həm də şəxsi həyatınızda idarəni ələ almaq istəyirsiniz. Əzmkarlığınız sayəsində qarşınıza çıxan ən çətin maneələri belə asanlıqla aşacaqsınız. Lakin ətrafınızdakı insanlara qarşı biraz daha yumşaq olmağa çalışın, tənqidlərinizin dozasını qaçırmayın. Gözləmədiyiniz bir köhnə tanışın həyatınıza yenidən daxil olması mümkündür. Sevgi həyatınızda ehtiraslı bir gün sizi gözləyir, anın dadını çıxarın. Ox atan. Yeni kəşflər, macəralar və səyahət xəyalları bugün zehninizi zəbt edəcək. Rutin işlərdən o qədər sıxılmısınız ki, hər şeyi atıb getmək istəyirsiniz. Amma reallığa qayıtmaq vaxtıdır. Təxirə saldığınız vəzifələri həll etmək üçün günün ilk yarısı çox idealdır. İşlərinizi yoluna qoyduqdan sonra isə özünüzə istədiyiniz kimi sərbəstlik verə bilərsiniz. Zarafatcıl və şən təbiətiniz qaranlıq mühitləri belə işıqlandıracaq. Pul məsələlərində isə biraz ağıllı davranmaqda fayda var, yoxsa ay sonu çətinliyə düşə bilərsiniz. Üzünüzü günəşə doğru tutun. Oğlaq. Nizam-intizam sizin sanki ikinci adınızdır. 13 iyulda da bu xüsusiyyətləriniz sizi yarı yolda qoymayacaq. Qarşınıza qoyduğunuz böyük məqsədlərə doğru daha bir inamlı addım atırsınız. İş yerinizdə rəhbərliyin təqdirini qazanmaq şansınız olduqca yüksəkdir. Ancaq unutmayın ki, həyat sadəcə işdən ibarət deyil. Ailənizə və yaxınlarınıza yetərincə vaxt ayırmadığınızı fərq edə bilərsiniz. Axşamı onlarla birlikdə isti bir söhbət ətrafında keçirmək sizə mənəvi rahatlıq gətirəcək. Hər şeyi tək başına həll etməyə çalışmaqdansa, kömək istəməkdən çəkinməyin. Dolça. Standartlardan uzaq, sərbəst ruhlu dolçalar. Bugün yenə fərqliliyinizi ortaya qoyacaqsınız. Heç kimin ağlına gəlməyən qeyri-adi ideyalarınızla ətrafınızdakiları təəccübləndirməyə hazır olun. İş həyatınızda bir yenilik etmək, bəlkə də gələcək planlarınızı tamamilə dəyişmək barədə düşünə bilərsiniz. İctimai münasibətləriniz ön plandadır, yeni insanlarla tanışlıq sizə həm də yeni qapılar açacaq. Şəxsi həyatınızda isə sevdiyiniz şəxsə biraz daha çox vaxt ayırmağınız gərəkdir. Unutmayın ki, böyük inqilablar elə ən kiçik və səmimi addımlardan başlayır. Balıq. Hissləriniz və intuisiyanız bugün ən böyük bələdçiniz olacaq. Sanki insanların nə düşündüyünü onlar heç nə demədən də anlayırsınız. Daxili aləminizdə baş verən bu dalğalanmalar sizi həm yaradıcı edir, həm də biraz yorur. Sənətlə, musiqi ilə və ya sadəcə xəyal qurmaqla məşğul olaraq enerjinizi tənzimləyə bilərsiniz. İşdə gözlənilməz, ancaq sizin xeyrinizə olacaq bir hadisə yaşanması ehtimalı var. Qərar verərkən məntiqdən daha çox ürəyinizin səsinə qulaq asın. Günün sonunda özünüzü rahat buraxın və hər şeyin yaxşı olacağına inanın. Ulduzların bugün üçün sizə mesajları bu qədər idi. Gününüz uğurlu, qəlbiniz hər zaman işıqlı olsun. Növbəti görüşədək.